Salam, hər vaxtınız xeyir. Bugün sizə Masazır qəsəbəsində mərkəzi yola yaxın məsafədə, Masazırın girişinə yaxın məsafədə belə bir 2 mərtəbəli, 4 otaqlı monolit beton, sənədi kubca, qoşadaş, kürsülü həyət evi çəkib göstərirəm. Burada hündür padvalı da var. Bu evimizin həyət hissəsidir. Padvalda biraz əşyalar var. Çox hündürdür padvalı. Bakın bu evimizin maşın çox rahatçılıqla daxil olur. Döşəməsi metlaqdır həyətimizin. Görürsünüz. Belə baxın giriş yeri bu belədir. Deməli buradan girəndə birinci burada belə sağda mətbəximizdir. Pəncərəsi həyətə baxır mətbəximizin. Masazırın çox hündür yerində, çox gözəl bir yerindədir. Baxın bu bizim ikinci mərtəbəyə qalxan pilləkənimizdir. Çox səliqəli, zövqlə işlənilib. Deməli birinci mərtəbədə iri zalı, mətbəxi, sanitar qovşağı, buradan da həyətidir. Pəncərədən görünür, hörmətli izləyicilər. Burada pilləkənin altında qardirob yerimiz var. Bəzi əşyalar var, qoyulasıdır burada. Qalxaq ikinci mərtəbəyə. İkinci mərtəbədə 3 yataq otağı, sanitar qovşağı və mətbəx. Mətbəx aşağıdadır, üzrü sayın. Balkon. Bax, burada bu ikinci mərtəbənin koridordur, 3 qapı. 4-cü qapıda, bu qapıda sanitar qovşağıdır. Və bu otaqdan başlayaq. Bu evimizin otaqlarından biridir. Evimizin qiyməti 110.000 manatdır. Baxın, belə çox hündür ərazidədir ev. Görürsünüz, gördüyünüz yer Xırdalandır. Xırdalanın bazar istiqaməti. Burada başda bir otağımız. Pəncərələrin hamısının qarşısı açıqdır. Baxın, belə. Bu da arxa küçəyə baxır pəncərəsi. Burada 3-cü otağımız. Bu da balkona çıxışdır. Buradan balkondan da sizi göstərirəm. Baxın. Bu da bizim balkonumuzdur. Qiymət 110.000 manat, sənəd kubca, tam təmirli, hər bir şəraiti var.